Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Thumma salatu ve selam ala eşrefil enbiya'i vel murselin, habibi ilahil alemin, seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasim Muhammed ibn Abdullah. Sallallahu aleyhi ve ala alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyavmi yevmiddin. Esselamu aleyke ya Eba Abdillah ve alel ervahilleti hallet bifinaik. Aleyke minni selamullahi ebeden ma beqitu ve beqiyel leylu ve nehar. Ve la ce'lehullahu ahirel ahdi minni li ziyaretikum. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Artıq neçənci gecədir ki, bəhsimiz Səbə surəsinin 46-cı ayəsindədir. Rəbbimiz, Xaliqimiz bu mübarək ayədə buyurur ki, Qul İnnemâ a'izukum bi vâhide en tequmu lillah methna ve furada thumme tetefekkeru ma bi sahibikum min cinneh in huve illa nezirun lekum beyne yedey azabin şedid. Sadakallahul aliyyul azim. Kur'an ayəsinin oxuduğumuz ayənin tərcüməsi doğma Azərbaycan dilində belədir ki, Allah Teala buyurur, de ya Resulallah, mən sizə yalnız və yalnız bir moizə edəcəm, bir nəsihət edəcəm. Allah üçün, Allaha xatir iki yaxud bir ayağa durun, sonra fikirləşin, sizin sahibiniz olan Allah Rəsulunda heç bir divanəlik əlaməti yoxdur və ola da bilməz. Peyğəmbər salavatullah aleyh və aleyh yalnız və yalnız şiddətli əzabdan öncə sizin üçün bir xəbərdardır. Bugündən etibarən demək olar ki, keçən gecələrdə bəhsin müqəddiməsini danışmışıq kifayət qədər. Bugündən etibarən o deyilən bir moizədən danışacaq. Ki, de ya Resulallah, mən sizə yalnız və yalnız bir moizə edirəm. İndi əsl mətləbə bugün gəlirik, bu gecə başlayırıq. O nədir həmən o bir moizə? Və o bir moizə ki, insan saadəti üçün qarantidir. İnsanı saadətə yetişdirir, insanı xoşbəxtliyə yetişdirir, həm fərd olaraq, həm cəmiyyət olaraq və yaxud denən ümmət olaraq, denən xalq olaraq. O bir moizə hansı moizədir ki, Allah Qur'anda bu ayədə buyurur ki, yalnız və yalnız de ya Resulallah, mən sizə bir moizə edəcəm. O budur, ən təqumu lillah methna və furada. Allaha xatir ya iki ya bir ayağa durun. Əlbəttə, burada ərəb dilində qiyam sözü ki, namazda da işlədirik də, namazın qiyamı, yəni ayaq üstə durmaq, o fiziki olaraq ayaq üstə durmaqdan söhbət getmir. Qiyam sözü həmişə ayaq üstə durmaq mənasında deyir. Müfəssirlər və təfsirçilər deyərlər ki, bu ayədə ən təqumu, yəni istidad li incazil əməl, əməli icra eləməyə istedad, hazırlaşmaq. Yəni hazır olun Allaha xatir əməl etməyə. Ya iki, ya bir, nədir iki, nədir bir, ora gələcəm, hələ o bəs qalıb. Allaha xatir əməl icra eləməyə hazır olun. Deməli, Peyğəmbər salavatullah aleyh və aleyh Allah vasitəsilə, Allahdan ona olunan vəhyin vasitəsilə o yeganə olan moizəsi bundan ibarətdir ki, bizdən tələb olunur ki, Allaha xatir əməl etməyə hazır olaq. Həmişə hazır olaq. Yəni, həmişə əməl eləyək, yox, həmişə hazır olaq. Bunlar ayrı-ayrı məsələdir. Yadınıza gəlirsə, keçən illərdə mən sizə
şəhid olmaqla şəhidliyə hazır olmaq barədə danışmışam. Demişəm ki, mən hökmən şəhid olum, hədəfim şəhid olmaq, İslamda belə şey yoxdur. Yoxdur belə bir şey. Amma həmişə şəhidliyə hazır olmaq, bəli, o var. Bunlar fərqli məsələdir. Mən Allah göstərməsin, kimsə ölüm arzulasın, bu İslamda yoxdur, özü üçün. Amma ölümə hazır olmaq, bəli. Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, bu dünya üçün elə yaşayın, sanki heç ölməyəcəksən. Amma axirətin üçün elə yaşa, sanki sabah öləcəksən. Ölümə hazır olmaq hər an ayrı bir şeydir. Ölüm istəmək ayrı bir şeydir. Yox, ölüm istəmək İslamda bəyənilmir. Ölüm arzulamaq insan özü üçün bəyənilmir. Amma ölümə hazır olmaq isə tələb olunur. Nəinki bəyəniləndir, tələb olunandır. Şəhidlik də həmçinin, mən hökmən şəhid olum, belə şey yoxdur bizdə İslamda. O vaxtı Allah bir daha göstərməsin, müharibə dönəmində də cavanlara ki, hansına əlimiz çatırdı, deyirdim onda. Deyirdim, siz döyüşə şəhid olmaq üçün getməməlisiniz. Siz döyüşə düşmən üzərində qələbə çalmaq üçün getməlisiniz. Torpaqlarımızın azad olunması üçün getməlisiniz. Vətənin başını uca eləmək üçün getməlisiniz. Bu olmalıdır niyyətiniz, hədəfiniz, arzusuz. Və özünüzü bacardığınız qədər də qorumaq vacibdir. İstər müharibə olsun, istər qeyri-müharibə. İnsan öz canını qorumaq insana vacibdir, elə namaz qədər, oruc qədər, həc qədər. Amma birdən gəlsə şəhidlik, elhamdülillahi Rabbil aləmin. Bunlar ayrı-ayrı məsələdir. Hazır olmaq ayrıdır. İndi Allahın da bu ayədə bizdən istədiyi ki, əməli icra eləməyə, ayaq üstə olmaq, hazır olmaq, o deməkdir, həmişə əməl eləmək, yox, hazır olmaq. Əgər Allaha xatir bir əməl qabağa gələrsə, onu icra eləməyə hazır olun. Budur Peyğəmbər sallavatullahın möizəsi və nə gözəl də möizədir, nə gözəl də nəsiyyətdir. Bir kəlmədir, amma bəs eləyir xoşbəxtliyə, saadət. Ona görə amma Allaha xatir, önəmli budur, Allaha xatir hazır olun, əməli icra eləməyə hazır olun, Allaha xatir. Ki biz ona dini termində ixlas deyirik ona. Və ən yüksək mərtəbə də odur, ən ağır mərtəbə də odur. Bütün ibadətlərin içərisində, bütün əməllərin içərisində ən ağırı, ən çətini ixlaslı olmaqdır. O bəziləri güman edir, məsələn, gəlir o arif ustadların yanına, deyir ki, eşitmişik, məsələn, filankəs ürəyindən keçəni bilir, mən filankəs arifdir, nə bilim, xəbər verir bəzi məsələləri, filankəs arifdir, duası müstəcab olur, filankəs arifdir. Ariflər deyərlər ki, bunların heç biri ilə o məqam bilinməz, məqam hiss olunmaz, məqam dərk olunmaz. Arifin məqamı, insanın məqamı ixlasından bilinər, ixlasdan. Ən çətini odur. Arifləri ağladan məsələdir ixlas. Çox çətindir. Elə güman eləyərsən ki, mən Allaha xatir əməl edirəm, Allaha xatir əmələ hazıram. Elə bilərsən ki, mən ixlaslıyam, amma Allah göstərməsin. Bir də görərsən, pərdələr götürüləndə baxıb görərsən ki, yox. Ona görə ən ağır məsələ budur dində, şəriətdə. Namazdan da, orucdan da, həcdən də, zəkatdan da və s. Məsələlərdən də ən ağırı Allaha xatir, sırf Allaha xatir əməlləməkdir, ixlaslı əməlləməkdir. Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, mən öz ümmətim üçün şirkdən qorxuram, şirkdən, Allaha şərik qoşmaqdan. Dedilər, ya Rasulallah, sənin ümmətin la ilahə illallah deyəndən sonra, tohidə iman gətirəndən sonra, kəlmə-i şəhadət deyəndən sonra, əşhədü ən la ilahə illallah, müşrik bəyəm olacaqlar, sən qorxursan. Dedim, mənim ümmətim daşa sitayiş eləməyəcək. Mənim ümmətim bütə sitayiş eləməyəcək. Mənim ümmətim günəşə, aya, ulduza sitayiş eləməyəcək. Amma mənim ümmətim riyakarlıq eləyəcək. O şirk ona deyirəm mən. Ona görə burada məsələ biraz genişləndirmək lazımdır. Ona görə alimlərimiz ixlası 3 yerə bölürlər. Deyirlər ki, birinci var ki, ixlas
zehində, inancda. Denən zehində ixlas, denən ağılda ixlas, denən əqidədə ixlas, inancda ixlas. Nə adın qoyursan qoy. Bu hansıdır? Bu odur ki, bilirsən ki, Allahdan başqa məbud yoxdur. Allahdan başqa Rəbbimiz yoxdur. Bu inancda olan ixlasdır ki, Allahı tək bilirsən, şəriki yoxdur. Amma bu tohid, inancda olan tohid əmələ çevriləndə ixlas olur. İndi məşhur sosial şəbəkələrdə də yayılır. Məsələn, danışmadan Azərbaycanlı olduğu isbat elə, danışmadan müsəlman olduğu isbat elə. İndi bir nəfər gəlib sizə deyər ki, danışmadan, söz demədən tohid əhli olduğu göstər. Məsələn, sözdə əgər icazə verirsə, deyəcəm, la ilahə illallah, bundan bilinəcək, mən müvəhhidəm, Allahı tək bilirəm. Amma danışmadan, söz demədən, əməllə göstərginən ki, sən müvəhhidsən, sən Allahı tək bilirsən, ondan başqa Rəbb, ilah, məbud tanımırsan, əməllə göstər, o çevrilir olur ixlas. Deməli, əməldə tohid ixlasdır, inancda tohid la ilahə illallahdır. Sən başqa cür deyim sizə. İnsan ağlında, düşüncəsində, təfəkküründə, inancında tohid la ilahə illallah şüarıdır. Amma əməldə tohid isə şüarı ixlasdır. Oradan bilinir ki, sən müvəhhidsən. Əgər ixlasla əməl edəndə sən la ilahə illallahı əməlində canlandırmısan. Bir də var deyərlər ki, ürəkdə ixlas. Ürəkdə ixlas da odur ki, Allahdan başqasını oradan çıxardırsan. Mən bunun adını qoyuram məhəbbətdə ixlas. Həmişə belə deyirəm, asan da olsun. Ürəkdə ixlas, sevgidə ixlas. Yəni sevgi, məhəbbət yalnız və yalnız Allaha olur. İndi biri deyər ki, mən onda ata-anamı sevməyim, demiyor. Sev, amma Allaha xatir sev. Allah buyurub ata-ananı sevmək lazımdır. Allah buyurub ailəni sevmək lazımdır. Allah buyurub övladını sevmək. Allah buyurub vətəni sevmək. Allah buyurub torpağı sevmək. Allah buyurub insanlara sevgi göstərmək. Bəli, bu Allah sevgisidir. Bu ayrılmır ondan. Allah sevgisinin misallarıdır bunlar. Amma xalis, ixlas sevgidə, qəlbdə, ürəkdə ixlas budur. Sənin sevgin və məhəbbətin yalnız Allah və Allahın buyurduqlarını olur. Ondan başqasına sevgi olmur, məhəbbət olmur. İndi bunun əksi də, ixlasın əksi bilirsiniz də riyadır. Onun da əlamətləri var. Məsələn, insan, Allah şahiddir bu sözümə, mənim sizlə işim yoxdur. Mən özüm üçün, özümə, bu sözləri özümə deyirəm. Hərə də bu sözü özünə desin. Özünə, sanki biz özümüzə xütbə eləyək elə birinci. Həzrət Əlinin bir sözü var, deyir, istəyirsən ki, riyanı tanıyasınız, riyanın 3 əlaməti var. Biri odur ki, insanlar onu görəndə fəal olur. İnsanların qabağında iş görəndə fəal. İndi hər kəs bu Həzrət Əlinin dediyi bu meyarları götürsün, özü üçün tətbiq eləsin də özünə. Bizim xoşumuz gəlir də başqasının başlayıb imtihan eləməyə. Yox, özüm, mən özüm. İnsanların görəndə fəal olur. Tək olanda tənbəl olur. Məsələn, insanların qabağında dəstəmaz olanda Allahümmə qəşşini bi rəhmətikə, ya Allahümmə bəyyiz vəcihi. Amma tək olanda, durum dəstəmaz alsaydım. İnsan içində namaz qılanda maşallah, hərflərin məxaricin elə düzgün deyir ki, elə məsciddən o tərəfə də səsi gəlir. Elhamdülillah. Amma özü tək namaz qılanda başqa cür qılır. Ağa deyir ki, meyar budur, ölçü budur. İnsanların qabağında başqa cürdür, təklikdə başqa cür. Orada fəaldır, burada tənbəldir. Orada çalışqandır, burada... Üçüncü əlaməti nədir? Ağa buyurdu ki, üçüncü əlaməti budur ki, xoşlayır ki, sevir ki, hər işdə onu tərifləsinlər. Sən nə yaxşı danışdın, sən nə yaxşı xütbə elədin, sən nə yaxşı... Biri buna bunu deməyəndə həvəsdən düşür. Ağa deyir, əgər belə olsa, onda bilginən ki, bu riyanın əlamətləridir. Allah hifz eləsin, böyük bir alim var hal-hazırda İslam aləmində. Günlərin birində o söhbət eləyirdi. Dedi ki, mən qardaşımla 2 nəfər
Nəcəfə getdik oxumağa. Nəcəfdə qədim dönəmdir, işıqlar yoxdur, lampa işığında dərs oxuyuruq, ibadət edirik, şam işığında filan. Dedi, indi dururam, 14-15 yaşım var, dururam gecə namazına. Namazı qılanda işıq lazım deyir axı, şama da qənaət eləyirəm. Kitab oxuyanda, yazı yazanda lazımdır, amma namaz qılanda bilirəm, möhür hara qoymuşam, səccadənin üstündə namaz qılımdır. Ona görə şamı da yandırmamışam, elə qaranlıq otaqda gecə namazı qılıram. Deyir, namazı qılırdım, indi 2 gecə namazı bilirsiniz də, 4, 2 rükət, 2 rükət, 2 rükətdir fasilələrlə də. Yəni fasilə o mənada ki, 2 rükəti tamamlayırsan, sonra 2 rükət, tamamlayırsan, sonra 2, da 11 rükət bütöv deyir ki. Sonra 2 rükət şəf namazı, 1 rükət vitir namazı. Deyir, 2 rükət gecə namazını qılırdım. İndi arada o fasilədə, məsələn, yadıma düşür də Allahın əzəməti, qüdrəti, başlayıram ağlamayı, tutur məni, ağlayıram. Deyir, ağlaya-ağlaya ürəyimə gəlir ki, kaş indi, yox, üzr istəyirəm. Deyirdi ki, bu gecə namazı ki, qıllam 2 rükəti indi oturmuşam arasında, deyir, ürəyimə gəlirdi ki, kaş indi bir nəfər açaydı qapını, məni görəydi ki, bu qaranlıqda gecə namazı qıllam. Bu ürəyimə gəldiyinə görə peşman oluram, başlayıram ağlamağa. Ki, bu niyə gəldi axı ürəyimə? Niyə gəldi, bu əməlim batıl oldu? Mən başqası məni görsün, görməsin, nə dəxli var axı? Deyir, indi ağlaya-ağlaya təzədən ürəyimə gəlir ki, nə olaydı, indi bir nəfər qapını açaydı, elə səni ağlayan görəydi. Bunu niyə danışırdı? Deyirdi ki, şeytan əl çəkmir, ha? Şeytan bəzən insanı o pis əməllərə, günah əməllərə aparmaqla zəlalətə salır. Amma gördü ki, yox, sən artıq tövbə eləmişsən, qayıtmışsan Allah yoluna, əl çəkmir. İndi namazla istəyir səni azdıra, orucla istəyir səni azdıra, duanla səni azdırmaq istəyir, zikirlə səni azdırmaq istəyir. Çox dua eləyirsən, təkəbbür gətirir sənə. Az dua eləyirsən, başqa cür sənə vəsvəsə eləyir. Hər halda vəsvəsəsi qutarmır. Hədislərimizdə varid olub ki, inanırsınız, deyir, məsumlarımız buyurublar ki, son can verən zamana qədər vəsvəsəsini dayandırmır. Can verən zamana qədər. Ona görə məsum imamların tövsiyəsi var. Deyir, bu gün yaşayarkən ədilə duası var. Məfatihdə var, taparsınız. Ədilə duası. Deyir, bu duanı, ədilə duasını çalışın, daim oxuyun, muvazib olun. Muvazib yəni daim oxumaq. Gündə bir dəfə, indi eyb yoxdur, həftədə bir dəfə oxu, amma muvazib ol, daim ol, davamlı oxu. Məsum imamlar deyir ki, bu ədilə duası nədən ötürüdür? Ədilə, o can verən zaman, imandan küfrə udul eləməyəsən. Bax, ədilə udul sözündəndir. Udul, yəni keçmək. Can verən zaman imandan küfrə udul eləməyəsən, ondan ötürüdür. Deməli, məsum imamlar bizə dua öyrədir ki, buna muvazib olun, daim oxuyun. Nə üçün? Can verən zaman şeytan və iblisin vəsvəsəsindən xilas olasın. Ora qədər vəsvəsə eləyir, ora qədər əl çəkmir insandan. Ona görə Həzrəti Əli əleyhissalamın buyurduğu o 3 meyar bizim hamımız üçün gərək ülgü ola, ölçü ola. Cəmaat içində fəaldır, təklikdə tənbəldir və istəyir hər əməlinə görə bunu tərif olunsun. Ona görə əzizlərim, Quran ayəsində deyilən ən təqumu lillah əmələ bağlı olduğuna görə mən istəyirəm ki, əməldə ixlas barəsində bu gecə biraz çox danışayım. Əməldə ixlas necə olur? Əməl ixlaslı olsun. Sual. Necə eləyək? Hansı əməl ixlaslıdır və yaxud necə eləyək ki, əməlimiz ixlaslı olsun? Bu gecə bunu öyrənək İmam Hüseyin əleyhissalamın məclisində. Çünki ola bilsin ki, bir insan deyir, mən ixlasla əməl edirəm. Heç bəlkə sənin bu gördüyün əməl heç bəyənilən əməl deyir İslamda. Çünki əməlin ixlaslı olması üçün, əməlin məqbul olması üçün, əməlin İslam şəriəti ilə layiq olması üçün şərti var. Əməlin də şərti var, əməli icra edənin də şərti var.
Əməlin şərti budur ki, gərək Allah tərəfindən izin verilmiş ola. Allah tərəfindən bəyənilən ola. Sən eləyə bilmərsən ki, haram iş görəsən, deyəsən, mən ixlasla iş görürəm. Günah iş görəsən, deyəsən, mən ixlasla iş görürəm. Bəziləri var, kiminsə qəlbin qırır, mən Allaha xatir əməl edirəm. Allaha xatir əməl eləməkdə insan qəlbin qırmaq var. Birinci şərtin budur ki, əməl gərək məzun, yəni izin verilmiş ola. Allah ona izin verir, yoxsa yox. Birinci el budur. Əməl Allah tərəfindən, İslam şəriəti ilə bəyəniləndi, yoxsa yox. Birinci budur. Əməlin birinci şərti budur. Ondan sonra o bir müddət var idi, indi elə biləm yoxdur. Bir müddət vardı, bizim analarımız, bacılarımız düzdür, bilməməzlikdən idi, amma əlhəmdülillah, indi yavaş-yavaş bilirlər, bu əməli tərk edirlər. Biz Allaha xatir nəzir eləmişik, məsələn, filan ocağa gedəcək, ayaqyalın gedəcək. Qadının ayaqyalın gəzməsi haramdır naməhrəmlərin qabağında. Sən haramla nəzir elirsən, sən haramla ibadət elirsən. Bu hansı ibadət oldu bu? Ona görə alimlərimiz nə deyərlər? Deyərlər ki, haram ibadətdə ibadəti batil edir. Niyə batil edir? Niyə batil edir? Çünki ibadət Allaha yaxınlaşmaqdan ötürüdür. Haram isə Allahdan uzaqlaşdırır insanı. Uzaqlaşma ilə yaxınlaşmaq axı bir yerə cəm ola bilməz, ziddirlər bir-birinə. Necə ola bilər ki, sən Allaha yaxınlaşma istəyirsən, amma ondan səni uzaqlaşdıran əməllə. Bu heç mümkündürmü? Bu qeyri-mümkündür. Ona görə əməlin birinci şərti budur ki, Allah tərəfindən izin verilmiş ola, bəyənilən əməl ola. Birinci şərt budur. Ondan sonra ikinci qaydır o əməli icra eləyənə ki, xalis Allaha görə başqasından gözləntisi olmamalıdır. İstər bu gözlənti dünya malı ola, istər bu gözlənti təşəkkür ola, istər bu burada bir də məsələni gərək diqqət eləyək ki, bu ixlaslı əməl eləyən ki, əməlinə görə təşəkkür gözləmir, amma o demək deyir, biz ona təşəkkür eləməyək. Biz təşəkkür eləməliyik. Yaxşı əməl sahibinə gərək təşəkkür eləyəsən. Yaxşılıq eləyənə gərək yaxşılıqla cavabını verəsən. Həl cəzaul ihsani illəl ihsan. Allah Quranda deyir ki, yaxşılığın mükafatı yaxşılıq deyilmi? Bəli, bizim borcumuzdur yaxşılıq eləyənə təşəkkür eləmək. Mən ləm yəşkurul məxluq, ləm yəşkurul xaliq. Hər kəs məxluqa təşəkkür bacarmasa, heç Allaha da təşəkkür bacarmaz. Ona görə sənə yaxşılıq eləyənə və yaxud yaxşı bir iş görənə təşəkkür eləməyi bacarmalısan və eləməlisən. Bu bizim borcumuzdur. Amma onun gözləntisi olmamalıdır. Bunlar ayrı-ayrı məsələdir. Əməl edən, gözlənti olmaq nə deməkdir? Gözlənti olmaq budur ki, insanlar ona təşəkkür eləsə də, eləməsə də o işin görür. İnsanlar onu təqdir eləsə, dəyərləndirsələr də, dəyərləndirməsələr də, o öz işin görür, o öz vəzifəsini yerinə yetirir. Deyir, bu mən işim Allaha görədir, Allaha xatirdir. Siz mənə təşəkkür eləsiniz də, eləməsiniz də, siz mənə nəsə verirsiniz də, vermə. Mən üçün fərqi yoxdur. Bu olur əməl edənin sifətidir, əlamətidir. Deməli, əməl Allah tərəfindən izin verilmiş olmalıdır, bəyənilən olmalıdır. Əməli icra edən də gərək nə olsun? Gözləntisi olmasın başqasından. Onda olur xalis Allaha görə. Onda olur xalis Allaha görə. İndi mən bu məsələ ilə bağlı bir dənə də mühüm məsələ var. Alimlərimiz ixlası mərtəbələrə bölərlər. Deyərlər, ixlas bir mərtəbə deyir. İndi yenə deyirəm, mənim sizlə işim yoxdur, özüm üçün bu sözü deyirəm. Bu mərtəbələrə çata bilməsək də, ən azından heç olmasa bu gecə eşidək ki, belə mənalar var, belə gözəlliklər var. Çünki bir var ki, heç gözəllikdən xəbərin olmaya. Bir də var ki, biləsən belə bir gözəllik var. Nə fərqi var xəbərin heç olmamayla? Bilməyin arasında çox fərq var. Xəbərin olmasa heç vaxt ona tərəf hərəkət eləməyəcəksən. Bir salavat deyə Peyğəmbər və aleyhi. Xəbərin olmasa heç hərəkət eləməyəcəksən.
O alimlər deyərlər sual verilməməyi əslində hamının alim olmağına dəlalət eləmir. Sual verilməmək hamının cahil olmağına dəlalət edir. Çünki cahildə sual olmaz. Nədən sual versin? Nə bilir ki, nədən də sual versin? Amma insan biləndə, bəli, bəzisini bilirsən, bəzisini bilmirsən, onda sual verirsən, həmişə axtarışda olursan. İnsan da belədir. Bir var ki, ümumiyyətlə mənim gözəllikdə heç xəbərim yoxdur, belə bir adda gözəllik var. Mən heç vaxt ona tərəf hərəkət eləmərəm. Amma bir də var ki, bilirəm, özüm yetişməsəm də ora, çatmasam da, bilirəm belə bir gözəllik var. Orada məndə şövq yaranır ki, mən ora hərəkət eləyim, ora çatım. Bu mərtəbələr də belə, ixlasın mərtəbələri, ora çatsıydı, çatmasıydı, xəbərimiz olsun ki, gör hansı mərtəbələr varmış ilahi, hansı məqam varmış insan üçün. İnsan nələr əldə eləyə bilər, hansı məqamlara çata bilər. Alimlər deyərlər, ixlasın birinci mərtəbəsi, mərtəbətü şakirin adını qoyublar, yəni şükür edənlərin mərtəbəsi. Nə deməkdir şükür edənlərin mərtəbəsi? Deyir, bu insanlar ixlaslıdırlar, Allaha xatir əməl edirlər, onun neymətlərinə şükür olaraq. Yəni bu baxışdan, bu prizmadan əməl edirlər. Onlar da sırf Allaha xatir əməl edir. Amma Allahın neymətlərinə şükür olaraq. Bu birinci mərtəbədir. İkinci mərtəbə deyirlər ki, mərtəbətül müqarrəbindir. Allaha yaxın olanların mərtəbəsi. Deyir, bunların fərqi nədədir? Deyir, bunlar da ixlasla Allaha xatir əməl edirlər. Daha neymətə şükür olaraq yox. Bunlar Allaha yaxınlaşmaq üçün, Allaha yaxınlaşmaq üçün xalis əməl edənlərdir. Allaha yaxınlaşmaq nə deməkdir, əzizlərim? Məlum məsələdir ki, bu məkan baxımından deyil. Çünki Allah məkana sığmaz, qeyri-maddi varlıqdır. Maddi varlıqdır ki, deyəsən ki, mən 100 kilometr uzağam, nə bilim 200 kilometr uzağam və yaxud... Burada yaxınlıqdan məqsəd nədir, əzizlərim? Bunu deyim sizə. Allah mütləq kamaldır. Mütləq kamal nə deməkdir? Yəni, hər cəhət demək düzdür. Allah hər sifətində kamillik, yəni qeyri-məhduddur. Məhduddur, həddi yoxdur. Qüdrət həddi yoxdur. Elm həddi yoxdur. Həyat həddi yoxdur. Heç Allah'ta nə gözəllik varsa hamı kamal. Mütləqül kamaldır və kamalül mütləq. Həddi yoxdur. Sonsuz kamillik ona məxsusdur. Sonsuz gözəllik Allaha məxsusdur. Amma insan necə? İnsan hər cəhətdən naqisdir. Elmdə naqis, qüdrətdə naqis və sair sifətlərdə naqis. O naqislikləri insan doldura Allaha yaxınlaşır. Fikir verdiniz Allaha yaxınlaşmağın mənası nədir? Yəni, məndə naqislik var elmdə, heç nə bilmirəm. Deməli, bir hərf öyrənəndə o naqislikdən ki, bir hərf azaldı da, düzdür? Bayaq naqis idim, ümumi mənada, yəni hər mənada cahil idim, heç nə bilmirdim. İndi bir hərf öyrəndim. O naqislikdən biri azaldı, azalmadı, azaldı. Deməli, naqislikdən ki, bir hərf azaldı, mən o hərfdə kamilliyə yaxınlaşdım. O acizlikdə də belədir, o qüdrətdə də belədir, elmdə də belədir, həyatda da belədir, digər sifətlərdə də belədir. Hər dəfə insan naqisliyindən azaldanda kamilləşir, Allaha yaxınlaşır. Çünki sonsuz kamal odur axı. Sən yaxınlaşdın, sən naqisi azaldıqca ona yaxınlaşırsan. Budur. İndi bax ki, indi bundan sonra namazı gör nə ləzzətlə qılacaqsan. 4 rükət zöhür namazı qılıram qürbətən ilallah. 4 rükət zöhür namazı qılıram. Tərcümə elədi Azərbaycanca. 4 rükət zöhür namazı qılıram Allaha yaxınlaşmaqdan ötürü. Deməli, hər qıldığım namaz məni kamilliyə bir mərtəbə artırmalıdır. Artırmırsa deməli yaxınlaşmadım. Buymuş qürbətən ilallahın mənası. O vaxtı biri mənə sual verdi, xoşum gəldi suala. Dedi ki, niyə biz demirik ki, məsələn, namaz qıllı lillah. Yəni, Allaha xatirin, Allah üçün namaz qıllam. Niyə qürbətən deyirik? Qürbətən, yaxınlaşmaqdan ötürü. Çünki Allah üçün ayrı, yaxınlaşmaq üçün ayrı.
Niyə demirik? Məsələn, dörd-rükət zöhr namazı qıllam lillah. Deyirəm qurbətən ilallah. Nə üçün? Dedim mən. Bax, budur. Cavab budur. Oruç tuturam qurbətən ilallah. Tutduğum oruc mənim naqisliyimdən aradan aparmalıdır. Yəni, məni kamala çatdırmalıdır. Çatdırmırsa deməli, qürbət hasil olmadı, yaxınlaşmaq hasil olmadı. İxlaslı insanların ikinci mərtəbəsi budur. Buna deyirlər mərtəbətül müqarribin, Allaha yaxınlaşanların ixlası, mərtəbəsi. Onlar hər əməli eləyərlər Allaha yaxınlaşmaqdan ötürü. Hər əməldə kamillik axtararlar. Hər əməldə özlərindən naqisliyi uzaqlaşdırarlar. Heç olmasa bir an, bir ləhsə özlərindən uzaqlaşdırarlar. İstəyərlər qabağa geçsinlər, inkişaf eləsinlər, kamilləşsinlər, gözəlləşsinlər. Həm elmdə, həm imanda, həm əməldə, həm sifətlərdə, həm. Ona görə İmam Hüseyin əleyhissalamın o 72 İmam Hüseyinlə Kərbəla şəhidləri, onlar barəsində bizə nə deyirdilər tanıyanlar? Deyirdilər ki, biz həyatda onlardan gözəlin görmədik. Mən İmam Hüseyini demirəm, o şəksiz və şübhəsiz gözəldir. Mən Həzrəti Əbülfəzl Abbasi demirəm, o şəksiz və şübhəsiz gözəldir. Mən Əli Əkbəri, Həzrəti Qasimi demirəm, mən orada olan Kərbəla şəhidləri, amma məsum olmayan, imam övladı olmayan, əhl-i beytdə olmayanları deyirəm. Onların bir dənə mən sizdən xahişim bugün budur. Olmur, bizdə məclislərdə ev tapşırığı olmur, o məktəbdə olur ev tapşırığı, amma kaş olaydı, xütbələrdə də ev tapşırığı. Bu günləri əgər olsaydı belə deyərdim sizə. Deyərdim ki, bu ev tapşırığı bu. Bu gecə buradan gedəndən sonra və yaxud yorğunsuz, gecdə eybi yoxdur. Sabahları məclisə qədər axtarın, heç olmasa bir dənə Kərbəla şəhidinin tərcüməyi halını oxuya bilin. Həbib ibn Məzahirin tərcüməyi halın. Müslim ibn Osəcanın tərcüməyi halın. Sa'd ibn Abdullah el-Hənəfinin tərcüməyi halını. Hilal ibn Nafi'nin, məsələn, Nafi ibn Hilalın tərcüməyi halı. Bir nəfərin onlardan heç olmasa tərcüməyi halını oxuyun, görün onlar barəsində nə yazırlar. Deyir, bunlar gözəl idi, bunlar gözəldilər, hər cəhətdən gözəldilər. Mərdlik bulardaydı, sədaqət bulardaydı, vəfa bulardaydı. Bu bizə nə öyrədir? Hüseynlə olmaqdan ötürü gərək Həbib ibn Məzahir olasın. Hüseynlə olmaqdan ötürü gərək Müslim ibn Osəcə olasın. Naqisin orada yeri yoxdur, əzizim. Ora bir meydandır ki, bağçadır ki, gül bağçasıdır ki, ora gözəllər cəmlənir ora. Bu məclislərin də hikməti budur, fəlsəfəsi budur. Hər il təkrarlanır, təkrarlandıqca biz o gözəllərə çatayıq, ora yetişək. Gör nə qədər gözəldir. Sa'd ibn Abdullah el-Hənəfi İmam Hüseynin qabağında neçə nəfər dayandı ki, namaz qılsın da Kərbəlada, Aşurada. Onlardan biri Sa'd ibn Abdullah el-Hənəfi idi. 12 ox dəydi sinəsinə, tab gətirdi. İlahi, 12 oxdan deyirəm ha sizə. 1 dəydi, dayandı, 2 dayandı, 3 dayandı, 12-ci dəydi, dayandı. 13-də tab gətirə bilmədi. Amma artıq İmam Hüseyin 2 rükət namazı qılmışdı. Zöhr namazı müharibədə və səfərdə 2 rükət qıldır. İmam Hüseyin əleyhissalam deyəndə ki, Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh, Sa'd ibn Abdullah el-Hənəfi yıxıldı, elə oldu düz İmam Hüseynin qucağına, İmam Hüseyin tutdu onu. Son dəfə gözünü açıb nə desə yaxşıdır? Əraditə anni, məndən razı qaldın. Məndən razı qaldın. Bu nə qədər gözəldir, bu nə qədər ixlaslıdır, xalisdir bu. Bu zərrə qədər minnət qoymur. Və yaxud demişəm isə, keçən illərdə çox demişəm bunu, Abdullah əyləşmişdi xanım Zeynəblə Kərbəla hadisəsindən sonra. Dedi, əmi qızı istəyir, amma onlar əmi qızı idi. Abdullah Cəfər Təyyarın oğludur, Həzrəti Zeynəb, Həzrəti Əlinin qızı. Dedi, əmi qızı istəyirəm, sənə bir söz deyim axı. Dedi, de. Dedi, bir ömür yaşamışıq bir yerdə. Mən səndən razıyam. Allah səndən razı olsun. Xanım Zeynəb dedi, elə mən də səndən razıyam. Dedi, amma icazə versən, bir giləyim var səndən, onu deyərdim. Xanım Zeynəb dedi ki, nədir giləyim məndən? Bilmədən nəsə bir iş görmüşəm. Çünki xanım Zeynəb bilir. Xanım Zeynəb bilir ki, həyat yoldaşı ondan giley eləmək, razı qalmasa nə deməkdir? Bilir onu.
Bu qadın tərəfdən də belədir, kişi tərəfdən də belədir, bir tərəfli deyil. Ailə gərək elə olsun ki, qadın da kişidən razı olsun, kişi də qadından razı olmalıdır. Deməlidir ki, Allah səndən razı olsun, mən səndən razıyam. Çox danışırlar, sağlam ailə, sağlam ailə. Məsələn, mənə sual versələr, sağlam ailə, bir dənə cümlə. Sağlam ailə o ailədir ki, ailə üzvləri biri digərindən razıdır. Bəs meyar budur, ölçü budur, sadə, gözəl, qəşəng. Ged əməl elə bunu. Ged əməl elə, ailən səndən razı olsun. O bundan, bu ondan razı olsa, övladlar atadan, anadan razı olsa, ata-ana övladdan razı olsa, deməli ailə sağlamdır. Bunu götür əlində meyar, çox sadə, nə uzun-uzadı danış, nə uzun-uzadı verilişlərə bax, nə də uzun-uzadı bu arada kitab oxu. Bir dənə bu kəlməni götür, özün ilə meyar. Ona görə xanım Zeynəb dərhal soruşdu. Dedi, nə olub, nə, giley, ola bilər bilmədən. Dedi, yo, əmi qızı, belə giley deyir. Bir nəfər vardı, Kərbala görmüşdü, Abdullah dedi. Dedi, bir nəfər vardı, Abdullah özü Kərbalada iştirak eləməmişdi. Dedi, bir nəfər vardı, Kərbala görmüşdü. Ondan soruşdum, təfərrüatım mənə danışdı. Səni ondan soruşanda mənə belə dedi. Dedi, sənin həyat yoldaşın, Əlinin qızı Zeynəb, Kərbalada Hüseyn də deyib ağladı. Əbbas da dedi ağladı, Əkbər də dedi ağladı, Qasım da dedi ağladı. Amma sizin həm onun, həm sənin iki övladınız da orada şəhid olmuşdu. Onların adını heç çəkib ağlamadı. Mənim giləyim budur, əmi qızı, sən mənim balalarım orada, bizim balalarımıza niyə ağlamamısan? Niyə onların adını çəkməmsən? Həzrəti Zeynəb bir dənə ixlas dərsi verdi orada. Tək Abdullaha yox, bizə də, hamımıza, qiyamətə qədər, bütün insanlara bir dənə ixlas dərsi verdi. Dedim, mən zamana imamı, mövlam, ağam, qardaşım Hüseynin qabağında necə onların adını çəkəydim? Necə onların adını çəkəydim? İxlas budur, əzizlərim. İxlas budur. Hətta övladım verir, adını çəkmir ki, birdən bu minnət hesab olunar. Budur ixlas. Üçüncü mərtəbə, mərtəbətul müstəhyin. Bunlar da ixlaslıdırlar. Amma bunlar nə Allahın neymətinə şükr olaraq ixlasla əməl edirlər, nə Allaha yaxınlaşmaq üçün. Bunlar həya eləyib Allahda ixlasla əməl edirlər. Həya. Gör nə gözəldir, gör nə qəşəngdir. Mən bu mərtəbələri sizə niyə sayıram? Soruşun məndən. Dinən bu mərtəbələri bizə niyə sayırsan? Birinci bayaq dedim. Ona görə sayıram ki, görək ki, insan üçün belə gözəl məqam var, bizdə oyanış yaransın, hərəkət yaransın ki, bunlara yetişə bilək. Biri odur məqsədim. İkinci məqsədim isə odur ki, əzizlərim, bunları ona görə danışıram ki, hansı bir mərtəbə mümkün olsa ondan yapışa bilək. Hansı bir mərtəbə. Hökməndur hamını əldə eləyim. Birini əldə eləyim, ən aşağısı, ən aşağısı. Bu, həya edənlərin mərtəbəsi nədir? Bunlar Allaha ixlasla ona görə əməl edirlər ki, mən hansı əməli başqasına görə eləyə bilərəm ki, bütün mənə neymətləri verən Allahdır. Mənim namazıma da məni müvəffəq eləyən Allahdır. Məni oruç tutmağa da sağlamlıq əta eləyən Allahdır. Mənə həcci qismət eləyən də Allahdır. Mən başqasına nəyə görə qarışdırmalıyam, ora əmələ qarışdırmalıyam ki, başqası? Allahdır mənə tövfiq verən. Burada böylərim, əzizlərim burada da Allah ömürlərinə bərəkət versin. 70 il babalarımız, atalarımız, əcdadlarımız həccə gedə bildi? Xeyr. Kərbalaya gedə bildilər? Xeyr. Məşədə niyə? Sərhədlər bağlı oldu, gedə bilmədilər. Deməli, mənim istəyimlə deyir ki, bəzən elə maniyə ortaya gələr ki, istəyərsən, hər şey hazır olar, amma ziyarət nəsib olmaz sənə. Deməli, Allah müvəffəq eləməlidir. Bu məclis, bunu Allah tövfiq verib. Ona görə insan həya eləyər ki, bura başqa şey əlavə eləsin. Kiməsə görə, nəyəsə görəni bura əlavə eləsin. Həya eləyər insan. Ona görə ixlaslı əməldir ki, ilahi, sən vermirsən, elə əməlim sənə xatırdır. Buna deyirlər, həya edənlərin mərtəbəsi. Bir dənə də mərtəbə var, mütələzzizin deyirlər bu mərtəbəyə. Ləzzət alanların mərtəbəsi. Bunlar nə neymətə şükür olaraq, nə həya olaraq, bunlar ləzzət alır. Allaha ixlaslı əməl eləməkdən ləzzət aparırlar bunlar.
La yucad fiddari illə dəyyar. Qəşən bir söz var edir. Evdə ancaq ev sahibi olardı. Dünyanı xəlq edən kimdir? Sahibi kimdir? Dünyanın sahibi, dünyanın xaliqi. Da evdə də ev sahibi olar da. Başqa kim olsa qonaqdır, gələcək, gedəcək. Evdə ev sahibi olar. La yucad fiddari illə dəyyar. Ona görə madam ki evdə ancaq ev sahibi olar, ixlaslı əməl eləyən ləzzət aparır. Bilir ki, bir dən odur, bir dən mənəm, təkəm, özüməm ondan. Başqası yoxdur ki, mən başqasına görə əməl də eləyim. Başqası var. Danışmışam sizə keçən illərdə, o Əttar Nişapuri olub, səhv eləmirəmsə, əvvəli belə imkanlı, sarayı, villası olan adam idi, sonradan onları hamısını Allah yolunda verdi, arifana bir ömür sürdü qalan ömrün. Necə oldu, belə dəyişildi. Günlərin biri gördü ki, biri çağırır onu. Çıxdı evinin eyvanına belə, kimsən? Dedi, qəribəm, gəlmişəm, bir gecəli yerim yoxdur, mənə yer ver. Dedi, bura mehmanxana deyil, sən səhv salmısan, ged mehmanxanaya. O gələn də arif adamdır, zahid adamdır. Dedi, gedirəm. Mən zorla sənin evə girə bilmərəm ki. İcazə vermədim, baş üstə gedirəm. Amma bir sualım var sənə. Bu ev sənindir. Dedi, yox, atamdan qalıb. Dedi, atava, dedi, onun atasından. Dedi, səndən sonra kimə qalacaq? Dedi, oğluma. Ondan sonra, dedi, nəvəmə. Dedi, elə burada mehmanxanadır da. Bu söz ayıltdı Nişapurini. Bu söz ayıltdı. Bundan danışır. Düz deyir bu. Düz deyir. Doğru deyir. Ona görə bu dünyada bir kimsə yoxdur ki, mən ona görə əməl eləyim. Əstəğfirullah, bu təhqir mənasında deyir, bəziləri səhv salır. Bu təhqir mənasında deyir. Niyə? Allahın yaratdıqları var, insan var, başqa digər insanlar var, hamı da möhtərəmdir, əzizdir. Bunun mənası budur ki, yəni mən onun üçün əməl eləməyə başqası yoxdur axı. Çünki o da mənim kimi müvəqqətidir də. Bir gün var, sabah yoxdur. Evdə ancaq ev sahibi olar. Bir dənə də mərtəbə var, bu mərtəbə deyirlər Allahı sevənlərin mərtəbəsi. Bunlar ixlaslı əməl edirlər sevdiklərinə görə. Aşiqdirlər bunlar Allaha. Allaha olan məhəbbətlərinə görə bunlar Allaha şərik qoşmurlar. İxlasla əməl edirlər. Sevgiləri ancaq odur. Gözlərinə başqası, çünki əsl sevgi budur. Əsl sevgi insanı kör eləyər. Peyğəmbərin sözüdür. İnnəl hubbə yu'mi. Sevgi, məhəbbət kör eləyir insanı. Gözlü başqa görmür. Sevdiyindən başqası görməz. Allaha məhəbbəti olan da belədir, əzizlərim. O Allahdan başqasını gör. Elə belə də olmalıdır. Bu sözüm indi cavanlara aiddir. Belə də olmalıdır əslində. Məhəbbət Allah olmalıdır ki, ondan başqasının gözü görməsin insanı. Bütün qəlbdə olsun. Həzrət Əlinin Kumel duasında sonda, o ağa Kumel duasında ki, əvvəl Allahın sifətlərin sayır, Allahın neymətlərin sayır, Allahın sonradan gəlir istəklərin, axırda istəklərin deyir. Bir dənə cümləsi də orada belədir ki, ilahi, mənim qəlbimi öz məhəbbətinlə vəzəl qəlbi bi hubbikə mutayyama, belə olmalıdır, mutayyam. Mutayyam ərəb dilində tamam sözü ilə eyni kökdür. Yəni ilahi, mənim qəlbimi məhəbbətinlə tamam məhəbbətimi doldur mənim qəlbimə. Orada başqa yer qalmasın. Allahın sevənlər bu cür ibadət eləyər. O sevdiyindən başqasını şərik eləməz ki. Onun sevgisi icazə verməz. Allaha olan məhəbbəti icazə verməz ki, onun qəlbinə başqası daxil olsun. Axırıncı mərtəbədə mərtəbətül arifin deyirlər. Ariflərin mərtəbəsi. Ariflərin mərtəbəsi necədir? Ariflərin ixlası necədir? Ariflərin ixlası belədir. Onlar Allahın kamalına görə. Həzrət Əli necə dedi? Dedi, ilahi, mən nə cəhənnəmə görə sənə ibadət edirəm, cəhənnəm qorxusundan. Bu qulların ibadətidir, qul. Çünki qul axı ağasından qorxur, əməl eləyir. Ağam birdən məni döyər. Ağam birdən mənə cəzalandırar, ona görə əməli yaxşı eləyim. Ağa dedi ki, Həzrət Əli buyurdu ki, mən ilahi, cəhənnəm qorxusundan sənə ibadət eləmirəm, o qulların ibadətidir. Mən cənnət sevgisindən də, tamahından da sənə ibadət eləmirəm. Bu da tacirlərin ibadətidir.
Bəs niyə ibadət edirsən ya Əli? Dedi, mən səni ibadətə layiq bilirəm, ibadət edirəm. Sən məbudluğa əhlsən, ibadətə əhlsən, ona görə sənə ibadət edirəm. Bu ariflərin ibadətidir. İndi Kərbalada o şəhidlərin arasında biri var, yaşca ən gəncidir, gənclərindən biridir. Amma mərifətdə bütün bu mərtəbələri keçib, özdə çoxdan keçib. O, bəzi ustadlardan soruşursan, deyirsən ki, filan kəs arif idi, deyir, o arif dördü, o irfanın elə özü idi. Deyirsən, filan kəs, məsələn, alim deyir, alim dördü, o elmin elə özü idi. Deyirsən, filan kəs adil adamdır, ədalətdir, o ədalətin elə özüdür. Nə, adil adam ayrıdır, ədalətin özüdür. Ona görə İmam Həsənin o Nazənin balası Həzrəti Qasım elə irfanın özüdür, elə ləzzətin özüdür, elə məhəbbətin özüdür. Bütün onlar hamı onda. Gör o 14 yaşlı cavan, gənc, Aşura axşamı əmisinə nə cavab verir İmam Hüseynə? İmam Hüseyn danışır ki, sabah nə olacaq? Sabahki hadisəni danışır, nəticəni danışır. Ki, ona görə kim hazır deyir, Şamı söndürəcəm birazdan, gedənlər geçsinlər. Orada Həzrəti Qasım durdu ayağa, dedi, əmican, İmam Hüseynin də bir adəti olub. Qasım nə vaxtı Həzrəti Qasım ona əmi deyəndə, əmican çağıranda, deyərdi, əmmukə fidak, əmun sənə fəda olsun. Bu hansı məqamdır ki, məsum imam özün canın ona fəda deyir. Bəziləri deyir ki, qardaş oğlu, deyirəm, yox, tək qardaş oğlu məsələsi deyir. Çünki digərlərində bunu görmürük. Bunu ancaq Həzrəti Qasım'da görürük. Nə vaxtı çağırardı, deyərdi, əmmukə fidak, əmun sənə fəda olsun. Aşura axşamı durdu Həzrəti Qasım ayağa. Dedi, əmican, dedi, əmun sənə fəda olsun. Buyur, de. Dedi, sabah mən də şəhid olacağım. Sabah mən də şəhidlərin cərgəsində olacağım. İmam Hüseyin bir dəfə də təkrarladı. Dedi, əmin sənə fəda olsun. Sən ölümü necə başa düşmüsən? Dedi, əl-mavtu indi əhla minəl əsəl. Ölüm mənim üçün baldan şirindir. Bunu kim deyə bilər? Bunu o insan deyə bilər ki, qəlbi Allah məhəbbəti ilə dolub. Dedi, baldan orada İmam Hüseyin ağlaya-ağlaya dedi. Dedi, bəli, sən də sabah şəhid olacaqsın. Aşura günü oldu. Bir Həzrəti Qasım görür ki, həm qardaşları, həm əmsi oğlanları, həm əmiləri şəhid olurlar. İmam Həsənin bütün oğlanları şəhid olub. Bir oğlundan başqa. O da Kərbalada olub. O da yaralanıb. Hətta bir qolu bütöv kəsildi. 18 yara aldı. Onun anası Kufə tayfalarından idi. O gəldi Ömər ibn Səadə dedi ki, bunu ver mənə. Bunun başın bədənindən ayırmayın. Bunun başını kəsib neyzələrə vurmayın. Bu 18 bədənində yara var. Bir qolu da tamam kəsilib. Bu yaralıdır. Bunu ver mənə. Ömər ibn Səad dedi, verin onun dayısı. Əbi Həssan adında biri vardı. Dedi, ver Əbi Həssana bunu. Verin ona. Əbi Həssan götürdü onu, yardım elədi. Gətirdi Küfiyə saxladı. 8 ay mal orada Küfədə qalandan sonra ayağa durdu. Yaşadı. Həsən-i Musanna. Sonra İmam Həsənin indiki nəsli də elə ondan davam eləyir. Sonra onu Küfədə qoymadılar yaşamağa. O vaxtı götürdülər, Şam'a məktub yazdılar. Dedilər ki, İmam Həsənin oğlu Küfədə fitnə yaradır. Bilirsən nəyə deyirdilər fitnə? Çünki Həsən-i Musanna çıxırdı Küfənin küçələrinə, cəmaət ona baxırdı, hamı ağlayırdı. Canlı şəhid idi də, hamı görürdü onun bir qolu yox. Yaraları görürdülər üzündə, qalıb izləri, onu görürdülər, Kərbala düşürdü yada, İmam Hüseyin düşürdü yada, hamı ağlayırdı. Hamı Hüseynin qatillərinə lənət oxuyurdu, ona görə yazdılar, onu Küfədən sürgün elədilər Bəhreynə. Və bu günləri ki, Bəhreyn Əhl-i Beyt aşiqləri də Allah onları qorusun, hifz eləsin, bütün dünyada Əhl-i Beyt aşiqlərin və bütün müsəlmanları Allah qorusun. O Bəhreynin əksəriyyətinin Əhl-i Beyt aşiq olmasına səbəb Həsən-i Musannanın orada yaşamasıdır.
Orada yaşadı. Ondan başqa bütün qardaşlar şəhid oldular. Növbə çatdı Həsənimə. Hətta 10 yaşlı Abdullah da. Onu danışmışam sizə. Dayanmışdı, o da təllin üstündən baxırdı. Əmisi İmam Hüseyin meydana gedəndə uşaqların içində idi. 10 yaşı vardı. İmam Həsən şəhid olanda Həzrəti Qasımın 3 yaşı olub. 3 yaşından onu İmam Hüseyin saxlamışdı. Amma Abdullah isə atası dünyaya gələndə Abdullah dünyaya gələndə İmam Həsən şəhid. O heç görməyib atasını. Onu elə bütövlükdə İmam Həsən, o gözün açıb İmam Hüseyni görmüşdü. Ona görə Abdullah da uşaqların içində idi 10 yaşında. Baxırdı, o da əmisinə. O qədər təllin üstündə qaldı ki, İmam Hüseyin atın üstündə. İmam Hüseyin ki, atdan yerə yıxdılar. Abdullah tab gətirmədi, 10 yaşında uşaq qaçdı meydana. Xanım Zeynəb çox çağırdı, dayanmadı. Dedi, mən əmmimi bu halda qoya bilmərəm. Özdə məktəllər necə yazır? Deyir, İmam Hüseynə bilirsin necə çatdı qətligaha. İmam Hüseynin, o ki dizləri üstə İmam Hüseyin atdan yerə düşüb, İmam Hüseynə qılınc vuran yerdə Abdullah öz əlin verdi qabağa. Əli ilə, öz əlinlə 10 yaşında uşaq qorudu İmam Hüseyni. Əlin verdi qılıncın qabağına, əli kəsildi, İmam Hüseynin qucağına düşdü. Baxdı, dedi, əmi gör, neynədilər? Orada İmam Hüseyin bu sözləri dedi, elə yandırır adamın ürəyi. Gör nə dedi? Dedi, oğlum, balam, əmin üçün elə ağırdı ki, səni bu halda görür, amma sənə kömək eləyib. Bu oxşama deyir, bu roza budur. Bundan ağır roza var. Bu adamın bütün vücudun titrədir İmam Hüseynin bu sözü. Dedi, əmin üçün bala çox ağırdı, səni bu halda görür, amma heç də eləyə bilmir. Həzrəti Qasım gəldi, dayandı İmam Hüseynin qabağında. Əmi, icazə ver, mən də gedim. Dedi, əmin sənə fəda olsun, sən mənim qardaşımın əmanətisən. Ayrı məhəbbəti vardı ona. Nəhayət, çox vaxtınızı almayın, vaxt azdır. İzin verdi Həzrəti Qasım'a, amma gör necə eləyir. Bunu yenə də bu Həzrəti Qasımın özəlliyidir, xüsusiyyətidir. Dedi, Qasımın anasına deyin, görün, karvanla gələndə Qasım üçün təzə paltar götürüb. Apardılar xəbər, dedi, yox, götürməmişəm. Dedi, Zeynəb, onda mənim o gətirdiyim sandıq ki var, əmanət sandıq, onu gətir. Xanım Zeynəb gətirdi, hamı gözlür İmam Hüseyin neynəyəcək. Açdı sandığı, qardaşı İmam Həsənin əbasın götürdü oradan, dedi, Qasım, bunu atavın əbasını sənə geyindirəcəm. İmam Həsənin əbasını öz əli ilə geyindi. Əmmamasını öz əli ilə qoydu Qasım başına. Bir dənə Həzrəti Qasım İmam Hüseyin özü geyindirib meydana göndərəndi. Əmmamasını da özü qoyduğun başına. Qardaşı İmam Həsənin əbasını atdı çiyninə. Həzrəti Qasım getdi meydana. Gəldi, qaldı Ömər ibn Sədlə üzbəyüz. 14 yaşında cavanın qeyrətinə qurban olun bu Həzrəti Qasımın. Gör nə dedi? Dedi, ya əduvvallah, ey Allahın düşməni, əmə təxafəllah, Allahdan qorxmursan. Peyğəmbər əhl-i beytinə zülm eləyirsən. Ömər ibn Səd söz tapa bilmədi, ancaq bunu deyə bildi. Dedi, ey Bəni Haşim, bəs durunda təkəbbürlü elədüz, Yezidə itaat eləyin. Bundan başqa söz tapa bilmədi. Amma Həzrəti Qasım görünə cavab verdi ona. Həzrəti Qasım dedi ki, xəcalət çəkmirsən, iddia elirsən ki, güya müsəlmansan, amma susuzluqdan əmim Hüseyin, Peyğəmbər əhl-i beytinin yer üzərində Peyğəmbərə ən yaxın olan Hüseynin o qədər Hüseyin susuzdur ki, dünya gözündə qaralıb bu saat. Bu hansı İslamdır, bu hansı müsəlmançılıqdır? Orada başladı cəng, Həzrəti Qasım elə atası kimi, babası kimi şücaət göstərdi. Nəhayət bir cavan nə qədər olar? Nə qədər döyüşər, nə qədər tab gətirər, o susuz, o günün istisində, hərarətində, düşmənin çoxluğu. Həzrəti Qasım atdan yerə düşəndə ancaq bunu dedi. Dedi, əmif,
dadıma çat, ədrikni. İndi İmam Hüseyin bunu eşitdi, nə hala düşdü. Səkinə deyir ki, bir tərəfdən bütün dünya atam Hüseynin başına fırlandı. Amma bir tərəfdən də qəzəblənmiş aslan kimi meydana cumdu ki, Qasımı götürsün atların ayağı altına. Gəldi, çatdı, amma bir orada əl çəkmədilər. Dövrüyə aldılar İmam Hüseyni. İmam Hüseyin Həzrəti Qasımın qatillərini öldürüncə gördü ki, Həzrəti Qasım artıq canını tapşırıb. İndi bir dənə də İmam Hüseyin iş gördü. Bayaqdan dedim də, o geyinməyindən tutmuş, meydana getməyindən tutmuş, xitabından tutmuş. Həzrəti Qasımla İmam Hüseyin tam ayrıdır. Onun bənzəri yoxdur, oxşar. O münasibətin bənzəri yoxdur. Bir dənə axırıncıda da yenə bir iş gördü. O da ancaq Həzrəti Qasıma məxsusdur. İndi yaralı uşağı, şəhidi necə götürərsən? Ya iki əllərin üstünə alarsan, meydana gətirərsən, hə? Ya kürəyivə atarsan, meydana, xeymələrə gətirərsən. Belə olur da, yaralı insanı və yaxud şəhid olanı bu cür gətirirsən də. İmam Hüseyin nə onu elədi, nə belə əlləri üstə. Baxın mənə, eyb yoxdur, ağlasız da baxın mənə. Nə əlləri üstə belə götürdü Həzrəti Qasımı, nə də kürəyini atdı. İki qolun Həzrəti Qasımın qollarının aşağısından, sinəsindən tutdu. Qaldırdı Həzrəti Qasımı. Həzrəti Qasımın sinəsini dayadı öz sinəsinə. Belə gətirir xeymələrə. Həmid ibn Müslüm deyir ki, tək mən yox. Bütün bunu görən o qoşunda olanlar dedilər ki, Hüseyin neynir? Hüseyin neynir? Amma yox deyir cavabı bunun Hüseyin neynir. Amma mənim ürəyimə bir sən burada nə gəlir? İstəyirəm belə bir cavab verim ki, İmam Hüseyin yanan sinəsinin bəlkə də atəşi söndürür. Yanan qəlbinin atəşin bəlkə söndürmək istəyir Həzrəti Qasımın sinəsini qoyur sinəsinə. Bu məqtəldə bir dənə də adamın qəlbini yandıran hadisə var. Həmid ibn Müslüm deyir ki, o balanın ayaqları yerə sürünürdü. 58 yaşında bir kişi 14 yaşında cavanın sinəsinə dayasa, onun ayağı yerə çatmaz o uşağın. Bunun bir dənə izahı var, aşkar yazılmayıb, amma üstü örtülü məqtəl bizə çatdırır ki, Hüseynin beli sınmışdı. Ey Kerbelanın teşnelep قربان گاسی صحرای عشقün یار علی ترلان گاسی yatma yaralı dur cedey Zahra maralı dur cedey Yatma yaralı dur cedey Zahra maralı dur cedey Eyvay azizim Eyvay azizim Menden de Eyvay azizim Eyvay azizim Ey Kerbelanın teşnelep kurban gasim Sahrayı eşkün yar Ali terlan gasim Yatma yaralı dur cedey Yatma yaralı dur cedey Zahra maralı dur cedey Eyvay azizim Layla azizim Hamı desin Eyvay azizim Səsvə qurban Bir də eyvay azizim
ای وای عزیزیم ای وای عزیزیم ای وای bölündü başı bir xəncər əzizim Cismin olubdur gül kimi pərpər əzizim Gəl sinəmin üstün elə bəstər əzizim Lay lay deyim, lay lay deyim Yatağladım Zəhra Nigasim Zəhra Nigasim Ey vay əzizim Lay lay əzizim Bir də denən Ey vay əzizim Lay lay əzizim Ey vay əzizim Gözdən axan mərcanları Zəhraya say ver Gözdən axan mərcanları Zəhraya say ver Qəlbim sınıqdı səsləyən Nəbari hay ver Qanlı dodağından mənə bir bu səpay ver Olsun o bu əkbərin ehsan-ı qasim Ehsan-ı qasim Yatma yaralı dur gedək Yatma Səsvə Zəhra maralı Zəhra maralı dur gedək Ey vay əzizim Ey vay əzizim Bir də de Bir də de ey vay əzizim Ey vay əzizim Ey vay əzizim Ey vay əzizim Düşdü əbəl fəzlin adı dillərə Düşdü əbəl fəzlin adı dillərə Şiyə fəda ol kəsilən əllərə Şiyə fəda ol kəsilən əllərə Ey əhli beytə Səqqa əbəl fəz Babəl həvaic Mevla əbəl fəz Ey əhli beytə Səqqa əbəl fəz Faiz Düşdü əbəl fəzlin adı Düşdü əbəl fəzlin adı dillərə Düşdü əbəl fəzlin adı dillərə Şiyə fəda ol kəsilən əllərə Şiyə fəda ol kəsilən əllərə Ey əhli beytə Səqqa əbəl fəz Babəl həvaic Mevla əbəl fəz Ey əhli beytə Babəl həvaic Ey adı Səqqa özü Ətşan ağa Ey adı Səqqa özü Ətşan ağa Kân-ı kərəm mənbəyi ehsan ağa Kân-ı kərəm mənbəyi ehsan ağa Parçalanan başı və qurban ağa Parçalanan başı və qurban ağa Dəryayı fəzlün məna əbəl fəz Babəl həvaic Mevla əbəl fəz Dəryayı fəzlün məna əbəl fəz Babəl həvaic Mevla əbəl fəz Düşdü əbəl fəzlin adı Səsvə qurban Ol kəsilən Şiyə fəda
ای اهل بیتم سقا ابوالفضل باب الهوایج مولا ابوالفضل ای اهل بیتم باب الهوایج ey atası Heydər nuri bəsər ey atası Heydər nuri bəsər can ağa eşqindən ürəklər əsər can ağa eşqindən ürəklər əsər dərdi olan aldı və qurban kəsər dərdi olan aldı və qurban kəsər eylə müradın bərca əbəlfəz babel həvaic مولا ابوالفضل ایل مرادن برجا ابوالفضل باب الهوایج مولا ابوالفضل düştü ابوالفضل'in adı düştü ابوالفضل'in adı ey ehli beyte باب الهوایج بیداده ای اهل بیته ابوالفضل senden ağa lütfi ata isterik senden ağa lütfi ata isterik ruha safa dərdə dəva isterik ruha safa dərdə dəva isterik təzkirəyi kərbü bəla isterik təzkirəyi kərbü bəla isterik eylə bəratın imza əbəlfəz babel هوایج مولا ابوالفضل ایل براتون امضا ابوالفضل بابل هوایج مولا ابوالفضل düştü ابوالفضل şiye feda ol kesilen ellere ey ehli beyte باب الهوایج ey veren can canana Hüseyin ey veren can canana Hüseyin nazar et Azerbaycan'a Hüseyin ey veren can canana Hüseyin nazar et Azerbaycan'a Hüseyin kabrün eşkinde can vererim Mola kabrün İstə gələk kərbu bəlada dolanaq Mevla Orada bu heyət dayana sinə vuraq Mevla Qəbrü və qurban sen canı canan sen qəbrü və qurban sen Qəbrü və qurban sen, canı canan sen Sen mən can verəndə deyərəm Mənə bax ya Hüseyin Mənə bax ya Hüseyin Sarı Allah Hüseyin Əbi Abdullah Hüseyin Bir də de Sarı Allah Hüseyin Əbi Abdullah Hüseyin Merhaba ey salarım Hüseyin Merhaba ey salarım Hüseyin Ya Hüseyin ey iskarım Hüseyin Alem eynə şah olsam əgər Nokərəm mən ərbabım Hüseyin Qəbrün eşqində can verərim Mola
İstə gələ Kərbəladə dolanaq Mövla. Orada bu heyət dayana sinə vuraq Mövla. La qəbri və qurbanı sən, canı cananı sən. Mən can verəndə deyərəm, mənə bax ya Hüseyn. Sarı Allah Hüseyn, Əbi Abdullah Hüseyn. Bir də de, Sarı Allah Hüseyn. Sarı Allah Hüseyn. Hüseyn dəvət etsə mehman olarıq, dəvət etsə mehman olarıq, Kərbəlaya zəvvar olarıq. Biz Hüseynin nökərləriyik, biz Hüseynin nökərləriyik. O ada biz qurban olarıq, qəbrün eşqində can verərik Mövla. İstə gələ Kərbəladə dolanaq Mövla. Orada bu heyət dayana sinə vuraq Mövla. La qəbri və qurbanı sən, canı cananı sən. Mən can verəndə deyərəm, mənə bax ya Hüseyn. Sarı Allah Hüseyn, Əbi Abdullah Hüseyn. Sarı Allah Hüseyn, Əbi Abdullah Hüseyn. Olmağa amacı bəla, gəlirəm Kərbəla. Olmağa amacı bəla, gəlirəm Kərbəla. Xakinə dəmləl u təla, gəlirəm Kərbəla. Kərbəla, 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 Kərbəla. Bir də de. Mənə Kəbəni heyrətdə qoyub, həsənatın sənin, vadeysin adı məgər, ərəfatın sənin, zəmzəmi xəcalət edər, bu fəratın sənin, səndə edəm səy-ü səfa, gəlirəm Kərbəla, səndə edəm səy-ü səfa, gəlirəm Kərbəla, 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 Kərbəla. Bir də de. Bəla, hardan inanım bu qədər? Hardan inanın bu qədər şərəf o şəni var, əsğər şeş mahə kimi quzu qurbanı var. Hansı xəlilində görüm belə imkanı var, hansı xəlilində görüm belə imkanı var. Teşnə zəbihəm bi qəfa, gəlirəm Kərbəla, xakinə dəmləl u təla, gəlirəm Kərbəla, 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 Kərbəla. Kərbəla, 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 Kərbəla. Kərbəla, səndə sipehrin günü tək bataram Kərbəla, əsğər yallam sinəmə yataram Kərbəla, öz qanımı toprağıma qataram Kərbəla, öz qanımı toprağıma qataram Kərbəla, ta olasan xaki şəfa, gəlirəm Kərbəla, ta olasan gəlirəm Kərbəla, 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 Kərbəla.
Bir dədir. Bəla səndə əmanət gəmisi salacaqlar gilə, Babələvayıc balası düşəcək müşkülə. Səndə əbəl fəs satacaq suyu bir cüt ələ, Səndə əbəl fəs satacaq suyu bir cüt ələ. Verməyə Əbbası fəda, gəlirəm Kərbəla, verməyə Əbbası fəda. Kərbəla, 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 Kərbəla.